Məzləyicilərimiz bugün yeni bir mənzilimiz satışa çıxıb. Mənzilimiz qanuni bir otaqdan 2 otağa düzəlmədir. Sənəddə bir otaqda 62 kvadrat metrdən ibarətdir. Qaz işıq təminatı daimi sənəd çıxarış qrupçadır. Bura bizim mənzilimizin qonaq otağı, təqdimata birbaşa mənzilin qonaq otağından başlayıram. Çox geniş ölçüyə malik bizim qonaq otağımız var. Burada da çılçıraqları, burada kondisionerinə qədər var. İstilik sistemimiz kombidir. Uzun bir eyvanı var. Buradan eyvana çıxışımız var. Hər bir otaqdan rahatçılıqla eyvana çıxışımız mövcuddur. Mənzilimiz yerləşmə yeri Yeni Yasamalda 308 nömrəli məktəbin yanı, 12 mərtəbəli binanın 10-cu mərtəbəsi, ümumi sahə 62 kvadrat metrdən ibarətdir. Qaz işıq təminatı daimidir. Bura bizim əsas giriş qapı hissəmizdir. Bura bir dəhliz xol hissəsidir. Bura bizim mətbəximizdir. Bura isə bizdə yataq otağıdır. Yataq otağı da gördüyünüz kimi tam şəkildə hazırdır. İstilik sistemimiz dediyim kimi kombidir. Buradan da yenə dediyim kimi eyvana çıxışımız mövcuddur. Mənzilimiz Gülşən mənzildir. Buyurub baxa bilərsiniz dəyərli izləyicilərimiz. Buradan da belə. Burada bizim kombi aparatımız. Yəni çox geniş ölçüyə malik bizim yataq otağımız var. Dəyərli izləyicilərimiz, gördüyünüz kimi bizim sanitar qovşağı salonumuz yerimiz bir yerdədir. Buyurub baxa bilərsiniz. Burada da bütün aksesuarlar tam şəkildə yerləşdirilmişdir. Bura isti qranit mərmər hara görürsə, ora isti poldan ibarətdir.